Bir yoxsa iki. Düşüncələrinizdə olan insanın sizə qarşı düşüncələr və hərəkətləri nədir? Biri seçmək istəyirsinizsə, və yaxud da ikini seçmək istəyirsinizsə, kommentlərə yazarsınız və məlumatını sizə verəcəm. Biri seçən insanlar, düşüncəvinizdə olan insan aramızda olan sərhədləri o qədər parçalamışıq ki, danışıq olaraq, hərəkət olaraq deyir. Mən deyir, heç nəyi toparlayacaq qüvvədə deyiləm. Düşüncələrim o qədər yarımçıqdır, amma hisslərimin deyir, bu dəqiqə qurbanıyam. Qəlbimdə olan hissləri aktivləşdirə bilmirəm. Və insanların deyir, bir-birinə qarşı rəftarı, insanların bir-birinə qarşı təsirləri, hər şeyi analiz edirəm, amma yenə də özümü boşluqda hesab edirəm. Və sükunətdə qalıb işarət axtarıram ki, necə nəcür həll edim. Və yazmaq, aktivləşmək istəyirəm. Amma bu yazmaq, aktivləşməm zaman çərçivəsinə doğru pasiv, yarımçıq və zəif bir məqamdadır. Ola bilər 8-li zamana doğru, ola bilər 8 gün, 8 həftə, 8 ay çərçivəsinə doğru sizə doğru düşüncə, fikirlərini aktivləşdirsin, hərəkət və enerjilərini gücləndirsin. İkini seçən insanlar isə, düşüncəvinizdə olan insan deyir ki, mənim onunla zamanım çox azdır. Yəni kəpənək effekti. Yəni bu düşüncə, fikirlərim məni qorxudur və onunla bağlı gələcəyə doğru addım ata bilməməyim, münasibətimizin uzun müddətli olmaması məni çox narahat edir. Bütün günü düşünürəm, yazmaq istəyirəm, onun təsirindəyəm, amma deyir, donmaq, hərəkət etməmək bizim gələcəyimiz olmadığı üçün ən gözəl bir məqamdır. Hisslərimin deyir, alovlanmasını istəmirəm və hisslərimin zaman çərçivəsində dayanması mənim üçün ən vacibdir deyir. İkini seçən insanlar, mənə deyir, ağıl lazımdır, mənə deyir, təkan lazımdır. Psixoloji güclənmə lazımdır ki, mən öz qalibiyyətimi, öz düzgünlüyümü və özümə doğru yolu seçim. İkini seçən insanlar, düşüncəvinizdə olan insan daha çox özünü seçir və məncil bir insandır. Amma biri seçən insanlar, düşüncəvinizdə olan insan sizin münasibəti qurtarmaq üçün çabalayır, amma özünü hansısa bir məqamda parçalayır.